Bugün sizinlə bərabər Kostum MHBS 20 nömrəli bölümü olan gəlir bölməsi ilə bağlı 5 ballıq tapşırığın işlənməsini izah edəcəyik. X şirkəti notebook satışı ilə məşğul olan şirkətdir. Həmçinin X şirkəti öz müştərilərinə satdığı hər notebooka görə əməliyyat sisteminin, yəni Windows'un quraşdırılması xidmətini də hədiyyə edir. Sualımız bəsitdir. 31 dekabr 2015-ci il üçün notebookların satışından gəlir nə qədərdir və əməliyyat sisteminin quraşdırılmasına gəlir nə qədərdir? Əziz yoldaşlar, görürsünüz ki, bu ümumi olaraq bir mürəkkəb əməliyyat qrupuna daxil olan bir məsələdir. Nəzərə almaq lazımdır ki, əgər müştərimizə notebook satırıqsa, yanında əməliyyat sistemini zaten hədiyyə edirik. Ona görə də müştərilərimizlə bağladığımız müqavilənin dəyəri notebookun öz qiymətinə bərabər olacaqdır. Yəni qısası, müqavilənin dəyəri bizim üçün 1400 manata bərabərdir. Bəs biz nə bilək ki, 1400 manatın neçə faizli hissəsi kompüterin satışına, neçə faizli hissəsi isə sistemin quraşdırılmasına aiddir. Potensial gəlirimiz, yəni kompüterlə servisin ümumi dəyəri 1400 ilə 100 manatın cəminə, yəni 1500 aziyyə bərabərdir. 100 bölünsün 1500, 7% verəcəkdir. Bunları faiz olaraq göstərsək və bu cür faiz verəcək, 50 nəfər isə yalnız əməliyyat sistemi alır. Yalnız əməliyyat sistemi alanlarla bağlı bir problemimiz yoxdur. Onlar gəlirlər, hərəsi bayaqda qeyd etdiyimiz kimi 100 manat pulunu verir və gedir. Ona görə gəlin müəyyənləşdirək. Yalnız əməliyyat sisteminin satışından gəlirimiz 100 AZN-ni müvafiq olaraq vuracağıq 50 nəfərə. Bu da bizim üçün 5000 manat verəcəkdir. 5000 manat gəlir qazandırıb bizə. Notebookun içərisində alanlar isə 19600 gəlir qazandırıb. O zaman yazırıq, cəmi əməliyyat sisteminin satışından gəlir 5000 plus 19600. Biz sizinlə bərabər 23 nömrəli gəlir standartı ilə əlaqəli 5 ballıq tapşırığın həllinə baxdıq.